Bərabərsizliklər sisteminin ən böyük və ən kiçik tam həllinin cəmini tapın. Bərabərsizlikləri bir-bir həll edək. X kvadrat üstəgəl 2x çıxılsın 3 böyükdür bərabərdir 0. İntervallar üsulu ilə həll eləsək, kökləri hasili -3, kökləri cəmi isə -2-dir. Kökləri hasili -3, cəmi -2 olan ədədlər. -3 və 1. İntervallara böldük. 0 qiymətini versək, mənfi, müsbət, müsbət. Bizə müsbət hissə lazımdır. Mənfi sonsuzluqdan -3-ə birləşir. 1-dən müsbət sonsuzluğa. İkinci bərabərsizliyi həll edirik. X kvadratı üstə gəlinsin. X çıxılsın 6 kiçikdir bərabərdir 0. Kökləri hasili -6, kökləri cəmi -1 olmalıdır. Bu da olacaq -3 və 2. İntervallara böldük. 0 qiymətini versək mənfi, müsbət, müsbət. Demək, bu bərabərsizliyin həlli də -3-dən 2-yə kimi oldu. İndi sistemin ümumilikdə həlli bu iki ədədi aralığın kəsişməsi olacaq ki, -3 qiymətini qeyd elədik, 1 qiymətini qeyd elədik, 2 qiymətini qeyd elədik. Demək, birinci bərabərsizliyin həlli mənfi sonsuzluqdan -3-ə, 1-dən müsbət sonsuzluğa. İkinci bərabərsizliyin həlli isə -3-dən 2-yə kimidir. Ortaq olan hissə -3 birləşir 1-dən 2-yə kimi. Bizə lazımdır ən böyük və ən kiçik tam həllərin cəmi. Ən kiçik tam həll -3-dür, ən böyük tam həlli isə 2-yə bərabərdir. Bunların cəmi də -1 oldu. Doğru cavabımız B variantı olar.